Qəzəbin də mərhələləri var. Mərhələ. Çox maraqlıdır. Deməli, bir var qəzəbdən əvvəlki mərhələ. Hə, bəli. Bir qəzəb olan mərhələ var. Bir də qəzəbdən sonraki mərhələ var. Mühüm nöqtə qəzəbdən əvvəlki məqamdır. Bəli. Məsələn, hər hansı bir hadisə baş verir. Bir hadisə baş verir, istər ailədə, istər kənarda. O an önəmlidir. Mənim o anda, mən adətən pasiv təlimə bunu istəyib başlaram ki, o an önəmlidir, o an necə reaksiya edəcəksən. Tutaq ki, ailəm, yoldaşım, valideynlərim, dostum, hər kim olur olsun, mənim haqqıma girib, mənə hörmətsiz edirlər, mənə təhqir edirlər. Düzdür? İndi o an mən nə düşünürəm o anda, qəzəbdən əvvəl? O anda mən düşünəcəyim anamdır da, yəqin psixoloji gərginliyi var, narahatçılığı var, travması var, öz əsəblərini kontrol edə bilmir, hisslərinə hakim deyil. Bu baxışdan baxsam ona, əsəbləşərəm? Yox. Əsəbləşmərəm. Amma deyirəm, niyə mənə deyir? Niyə mənə qarşı bu hörmətsizlik elədi? Niyə yalnız mən, başqası yox? Onda insanda nə olur? Qəzəb yaranır.